Şagirdlər, bugün Qalatanın alınmantıdan sual izahına davam edirik. Elmirdən bir yerdə. Bu birinci sualda Elmir. Bunu ortaq məxrəci gətirəcəm. Birincinin ortaq məxrəci B yazsam, A ilə B vururam. AB üstəgəl 1 bərabərdir 5. Eyni şey burada eləsəm nə olar? A məxrəcində yenə AB üstəgəl 1 bərabərdir 4. Yuxarı çarpaz vursam, alınacaq AB üstəgəl 1 5B. Burada çarpaz vursam, olacaq AB üstəgəl 1 4A. İndi bunların hər ikisi AB üstəgəl 1-dirsə, belə çıxır ki, 5B ilə 4A nədir? Bərabərdir. Düzdür? Siz bunları necə çarpaz vurdunuz? AB 5-i B-yə vurdum, 4A-ya vurdum. B 4K, A da 5K. A bölü B-də 5K-nı 4K-ya bölsək 5 bölü 4. Başa düşdün? Bəli. 5-ci sualda oxşar sualdır. Yenə 3B məxrəcində yazıram. 3AB üstəgəl M bərabərdir 4. Burada da A məxrəcində yazıram. Yenə 3AB üstəgəl M bərabərdir 9. Birincini çarpaz vursam, yuxarıda alınır 3AB üstəgəl M bərabərdir 12B. Yaxşı, ikincə də eyni şey eləsə elmir. 3AB üstəgəl M bərabərdir 9A. Niyə eyni məsələ? Bunların hər ikisi 3AB üstəgəl M-dirsə, belə çıxır ki, 12B ilə 9A bərabərdir. Birinə 9K, birinə 12K. Hər tərəfi 3-ə bölüm daha rahat. 4B, 3A, buna 3K, buna 4K. A bölü B 4 bölü 3. Başa düşdün? Bəli. 2. Davam eləyək. 1 elədik, 5 elədik. Deməli, ikinci suala baxırıq, düzdür? Bəli. İkinci sualda da B məxrəcində yazıram. 3AB üstəgəl 2 bərabərdir 7. Burada da yazıram. A-da 3AB üstəgəl 2 bərabərdir 5. Yenə bax, çarpaz vursam bu eləyəcək 7B, bu eləyəcək 5A. Bunlar bərabərdir də. Deməli, 7B ilə 5A bərabərdir, düzdür? Bəli. B-yə deyirəm 5K, A-ya deyirəm 7K. Aparıb yerinə qoyuram A üstəgəl B 12K. A çıx B, yox, A çıx B, 7-dən 5 çıxıb 2K. 12-ni 2-yə böləndə 6. Görək, 6 biraz mürəkkəb görünür, həqiqətən mürəkkəbdir, yoxsa eyni şeydir. Ortaq mərkəzə gətirirəm məncə də. Y-də XY üstəgəl A kvadrat çıx B kvadrat bərabərdir 13. Bunu eləyək, X-də yazıram. XY üstəgəl A kvadrat çıx B kvadrat bərabərdir 2. İndi birincidə çarpaz vursam nə olacaq? 13Y. Bu da 2X. Surətlər eləyində avtomatik bir köçürmürəm, bərabərdirlər. Bu oldu 2K, bu oldu 13K. Burada yerinə qoysam X nədir? 13K, 13 böl 15. K-lar da gedəcək 13 böl 15. Üçüncü sual. Üçüncü sual da eyni şeydir. Təəssüf ki, burada bizi biraz bezdirirlər. 3X-də 6XY çıx 5, 7. Burada da 2Y-də 6XY çıx 5, 12. İndi yenə eyni surətdilər. 7-ni 3-ə vursam 21X, 12-ni 2-yə vursam 24Y. Bildiğindən iyi başa yazarım, onsuz da bunlar bərabərdir. 3-ə bölürəm 7X, 8Y, 8K, 7K. Yuxarıda çıxsaq K, aşağıda da 15K, 1 böl 15. 7. B-də AB üstəgəl 3X, 4. Burada A-da AB üstəgəl 3X, 1. Birincini çarpaz vursam 4B alınır, ikincisi də A alınır, düzdürmü? Bəli. A 4B-dir. A-nın yerinə 4B qoysam, 4B-nin kvadratı 16B kvadrat. B kvadrata bölürəm 16. Burada da tərsi olacaq 1 böl 16. Eyni şey, onsa tərsidir də. Olur 16-da, 16-nı 16-ya vuranda 256, 1 çıxanda 255. 255 böl 16. Aydındır bu da. 4-ə baxaq. Yenə eyni şeydir. B kvadrat məxrəcində A kvadrat B kvadrat üstəgəl 4. Burada da A kvadrat məxrəcində A kvadrat B kvadrat üstəgəl 4 bərabərdir 25. Bu surətlər yenə eynidir. Bəli, 16B kvadrat 25 A kvadratdır. İndi bunları kökə salıram və bizə də ikisi də müsbət elətdir. Ona görə bu 4B, buna da 5A yaza bilərəm. B olur 5K, A olur 4K. A üstəgəl B 9K, A çıx B mənfi K, böləndə mənfi 9. Aydındır? 8-də təəssüf ki, yenə eyni sualdır. 2Y
2xy üstəgəl n üstəgəl n bərabərdir 11. Burada x məxrəcində 2xy üstəgəl m üstəgəl n bərabərdir 9. Surətlər yenə eyni olduğu üçün çarpaz vuram 22y, burada da 9x. Bu 9k, bu 22k böldü x, y-ə 22 bölü 9. Başa düşdün? 9-cu sual. A bölü B, C bölü D, E bölü F, 1 bölü 2. Bir neçə qoya bilərik var. Qoya bilərik. K 2K da yaza bilərəm. Sənin xətrinə 1 2 yazaq. A'lar yuxarıdan hamısı 1 olsun, aşağıdan hamısı 2. Əslində K 2K yazmamız daha doğrudur. A nədir? Onda qaynaq. 1, D 2, E 1. Cavabda fərq olmayacaq. 2, 1, 2. 2'lər getdi, qaldı 1 bölü 2 B variantı. 13-cü sual. A bölü B 4-dürsə, A'ya 4B deyim. C bölü D 4-dürsə, C'yə də 4D deyim. Bu aydındır. Bəli. Onlar elə 2A. aynı C 4K deyə aşağılar. O da olar. Şey də var. Ha. 2A olur 8B. 3C olur 3'ü 4D'yə vuram 12D. Aşağıda da olduğu kimi köçürəm. 2B üstəgəl 3D. Yuxarıda ortaq vuruq olaraq, onsuz da görürəm. 4'ü çıxartsam 2B üstəgəl 3D qalacaq. Bunları da böləndə 2B üstəgəl 3D'lər gedir. 4 qalır, yəni D variantı. Aydındır? Bəli. 10-cu sual. Yenə sən xətri və sən deyən, yuxarılar 2, aşağılar 5. Yəni K-da deyə bilərəm, heç bir fərqi yoxdur. B kvadrat. B nə idi? 5. 25. Vur. C nədir? 2. E nədir? 2. A kvadrat 4. D 5. F də 5. 25 bu 2-dən 5 ilə, 2-dən 2-də 4 ilə gedir. 1. 14'ə baxaq. 14 bayaqdan heç bir fərqi yoxdur. Burada da A-nı yenə BK deyəcəm. Yox. A-nı yenə BK deyirəm. Sən dediyin də olar. A-ya K deyirəm, B-yə 1 deyirəm. Bəli. C də olar DK. Bayaqdan rəqəm verirəm, bu dəfə də rəqəm verməyək. 3A oldu, 3BK. Çıx. 8C oldu, 8DK. Bu da 3B çıx 8D. Yuxarıda ortaq K-dır. K-nı çıxartsam qalacaq 3B çıx 8D. Böl 3B çıx 8D. Bunlar da getdilər. K oldu cavabımız. Başa düşdün? 11'ə baxaq. 11'də yenə A-ya BK deyim. Gəl bunda sən dedin kimi eləyim. Bunlara K deyim, bunlara 1 deyim. A kvadrat, yəni K kvadrat. D kvadrat, yəni 1. D aşağıdan. F kvadrat 1. B kvadrat 1. Olsun yenə 1'dir. C kvadrat K kvadrat oldu. O da E kub K kub oldu. Bunlar da getdi, qaldı 1 bölü K kub. Aydındır? bəli. Yaxşı, 15'ə baxaq. A 5B'dir. C 5D'dir. E nədir? 5F'dir. Düzdürmü? Bəli. Bərabərdir 10. 5'ə bölürəm. B üstəgəl, D üstəgəl. F oldu 2. Bizdən də bunu soruşur. 12-ci sual. A bölü B 4K bölü 5. Gəl bunda sən taktikanla gedək. Yuxarıların hamısı 4K olsun. Aşağıların hamısı 5. Məncə də elə rahatdır. Bəli. Tam olaraq 5 deməyimiz düz olmasa da heç bir problem yaratmır bu tip sualların həllində. 4K vur. 25. E 5'in kvadratı 25. E oldu 4K'nın kvadratı 16K kvadrat. Bəli. 16K kvadrat. B 5. C kvadrat 16K kvadrat. F 5. Nə qalacaq burada? 16K kvadratlar gedir. 5'in kvadratı olan nedir? 4K qalır. Ama deyirsə nəysə səhv yazdıq. Kub var idi, haradasa siz onun şeyi. Haradasa kub yoxdur, yox. Bir dənə təkrar baxaq. A-ya 4K yazmışam. D nədir? 5'dir. 5 yazmışam. E nədir? 4K'dır. E-də kvadrat yoxdur. Mən bura boş-boşuna kvadrat yazmışam. Bir dənə bunu düzəldək təkrar. E-də kvadrat yox imiş. A nə idi? 4K. Yuxarıları 4K, aşağıları 5. 4K, D kvadrat 25, E 4K, mən bura kvadrat yazmışdım. B 5, C kvadrat 16K kvadrat, F 5. 25 2'dən 5 ilə getdi, 4K'lar da 2'dən 16K kvadratla getdi, qaldı 1. Bəli. 16'ya baxaq.
Bunu necə sən dediyin, məsələn eləyə bilmirəm. Niyə eləyə bilmirəm? Çünki burada artıq mənə konkret verib ki, A üstəgəl 2C üstəgəl 3C 12-dir. Mən bunlara 1 deməyim düz deyil. Səbirli ol. Nə edirəm? Burada bir qaydamız var idi. Qayda belə idi ki, əgər bizə bir orantı verilibsə, biz surətləri, payları eyni ədədə vursaq, eyni kəsrin paydalarını da eyni ədədə vursaq, toplasaq nisbət dəyişmir, cavab dəyişmir. Yəni mən yuxarı yazıram A üstəgəl 2C üstəgəl 3C. İndi A-nı nəyə vurub? Heç nəyə. B-ni də heç nəyə vurmadan yazıram. C-ni nəyə vurub? 2-yə. Onun paydasını, məxrəcini də 2-yə vururam. E-ni nəyə vurub? 3-ə. Onun məxrəcini də 3-ə vururam. Və qayda belədir ki, cavab dəyişməməlidir. Sən hər kəsrin surəti və məxrəcini eyni ədədə vursan, toplasan cavab dəyişmir. Bu nədir? 12 özü verib. 12 böl. B üstəgəl 2 də nədir? 8 üstəgəl 3F bərabərdir 1 böl 2. Buna çarpaz vursam 8 üstəgəl 3F'imiz olur 24. Buradan 3F 16. F də olur 16 böl 3. Başa düşdün? Test 5-i də bu cür eləyək. Burada yenə indi öyrəndiyimiz qaydanı tətbiq edirəm. Yuxarıları 1 toplayıram. Aşağılarda 1. Aşağıları toplasam x, y, z. Mənfi 3 ilə 5-i toplayanda 2, üstünə də 6 yəni 8. Bərabərdir 1 böl 2. Bunu asan görək deyə, heç ehtiyac yoxdur. Buna bir A da deyə bilərəm. Ehtiyac yoxdur, yazdım. Buna da bir A deyim. Biraz rahat görün çarpaz vuranda. 2-ni A-ya vurdum 2A. Burada 1A üstəgəl 8-ə vurdum. A üstəgəl 8. Buradan da A alındı 8. Biz də A onsuz da buna demişdik. Cavab oldu 8. İndi 5 də böyle ehtimal eyni qaydadır. Yuxarıları toplamağı düşünək. Yuxarıları toplasaq X, 2X, 2X və 2Y alınır. Və çıx Z alınır. Aşağıda nə alınır? 11. Bu bizə bir şey verir mi? Vermir. Demək, mən başqa bir şey düşünməliyim. Burada bu qayda bizə sərf eləmədi. Amma burada gözümüzün qabağında olan bir şey vardı. Y böl 5 1'dir. Deməli, Y 5'dir. Düzdür. Sonra param burada. Y-in yeni 5 yazırım. X üstəgəl 5 böl 4. Bu da 1'dir də. Buradan X üstəgəl 5 4 alınır. X olur mənfi 1. Burada da yerinə qoyuram. X-in yenə mənfi 1 çıx Z böl 2. Bərabərdir 1'ə. Mənfi 1 çıx Z 2. Buradan Z mənfi 3'dür. Y 5'dir. X mənfi 1'dir. Bunları toplasaq alınır 1. Aydındır. 2. 2 də Y 3X-ə bərabərdir. Çarpaz vursaq. Heç aparıb yerinə yazacağım. Y2-in yerinə 3X yazırım. 3X böl 3X. Yenə Y2-in yerinə 3X yazsam 4 3X-ə vuranda 12X böl X. Bu eləyir 1, bu da eləyir 12. Toplayanda nə olur Elmir? 15. Bəli, 1 ilə 12-nin toplayanda 13 eləyir. Elmir toplama bilmir təəssüf ki. 6. K. X verib, Y verib, bir də verib ki Z 100KX-dir. Bizdən K-nı istəyir. İndi belə bir şey eləyək. X-in yerinə aparsam burada, yazsam 100K vur, X nədir? 70Y böl 100. Bunu X-in yerinə yazdım. Y də bərabərdir, %20 Z-ə. 100K-nı yazdım. Burada yüzlər gedir, əziyyət çəkməyək. Qaldı K vur 70Y. Z-ə bərabərdir. Z bərabərdir, K vur 70Y. Y nədir? 70, Y-in yerinə yazıram 20Z böl 100. Z-lər gedir. Burada 1 qalır. Bu 2 sıfırla da 100 gedir. Qalır K vur 14. Bərabərdir 1. K da olur 1 böl 14. Üçüncü sual. Ortaq məxrəcdə yazsam N-də Mn üstəgəl 4 bərabərdir 7. Burada da M-də Mn üstəgəl 4 bərabərdir 14. Bayaqki suala oxşur. Qaydaya. 7N 14N. N 2M olur. N 2M isə yerinə qoyuram. N'in yerinə 2M qoyanda 4M. N'in yerinə 2M qoyanda M. Böləndə 4. 7. 7-ci sual. 7-ci sualda kök altda K istəyir. Görək burada nə eləyə bilərik?
əvəzləyə bilərik. Bu ikisindən başlayaq. Burada çarpaz vursam, burada hər ikisində x və y yuxarı düşünək. 16x bərabərdə 15y alınır. Burada da 10y bərabərdə 12z alınır. İndi burada x, y-lər eynidir. Y nəyə bölünməlidir birinizdə? 16-ya. İkincidə 12-yə. 16 və 12-yə bölünən 48 var. Buna 48k deyərəm. Sonra 15-i 48-ə vurub 16-ya bölərəm. 48-i 16-ya bölsəm 3, 15-ə vuranda 45. X oldu 45k. Eyni şey burada eləyirəm. Y-ə 48k desəm. Onu 48-ə vurub 12-yə bölməliyim. 48-i birbaşa 12-yə bölsəm 4, ona vuranda 40k. İndi burada yerinə qoyaq. 3 vur x nə oldu? 45k bölü 2 bərabərdir. Mən buna k dediyim k əslində burada da k hərfi var. Biz bu k-nın yerinə başqa hərf deyək. A deyim. A deyim. Çünki bizim burada başqa bir k-mız var. 3 vur 45a bölü 2. Burada da k vurulsun. 4 vur. Z nədir? 40a. 40a bölü 3. Nə edəcəm? A-lar onsuz da gedir. Əlavə olaraq burada qalır, çarpaz vursaq 4k-nı 2-yə vuranda 8k. Burada da 3 vur, 45 vur 3. 3-ü 45-ə bir də 3-ə vuram. 3-lə 3-ü vuranda 9 vur 45. Neysə səhv elədik. Burada bir dənə 2 vur 4, 8 yazmışam, 40 yazmamışam. Burada bir dənə 40 var. İndi ixtisar eləməyə çalışaq, eləyə bilərikmi? 40 ilə 45 eləyərəm, 5-ə gedər, 9, 8. Oldu 64k kvadrat bərabərdir 81. Bunu da kökə salsam, 8k bərabərdir 9, k da oldu, daha doğrusu kök altda. 64k kvadrat, burada k kvadrat yazmışım, kvadrat deyil bu, 64k 81, kök altda salsa bunu 8 kök altda k 9 kök altda k 9 bölü 8. Aydındır? Bəli. 4 yenə eyni sual tipidir. En aşağıda. Burada n yazıram. M kvadrat n. M kvadrat üstəgəl n. M kvadrat n üstəgəl 2 bərabərdir 3. Burada da m kvadratda yenə m kvadrat n. Ama burada üstəgəl n'dir. Tam olaraq n-yə oxşamır. Bərabərdir 2. Yuxarıda alınır m kvadrat n üstəgəl 2 bərabərdir 3n. Burada alınır m kvadrat n üstəgəl n bərabərdir 2m kvadrat. İndi baxaq görək burada nə eləyə bilərik. Bunu ortaq məxrəcə gətirək. Əməl. Bunu ortaq məxrəcə gətirək. M kvadrat n, m üstü 4 çıx n kvadrat. Buradan alınacaq. Yuxarıda, burada m kvadrat n-i yazıram. Bu olur m kvadrat çıx n vur m kvadrat üstəgəl n. Bu m kvadrat n-lə hələ ki işim yoxdur. M kvadrat üstəgəl n-in nə olduğunu bilirikmi? M kvadrat üstəgəl n. Bunu bilmirik. Bizə m kvadrat üstəgəl n lazımdır. Bu m kvadrat n-in yerinə aşağıda bir şey yaza bilərikmi? Yox. Onda bir dənə baxaq görək, nəyi dəyişə bilərdik? Yuxarıda bunu yazmışıq. Uşaqlar, bu qalatadakı səhv suallardan biridir. Təəssüf ki, bizim də boşuna vaxtımız gedir. Bu 2 ilə n-dən biri misalın davamında hər formula yazılıb, ixtisar etmir. Verilən cavaba baxanda üzə çıxır ki, burada səhvlik var. Yəni bu n və ya 2-dən biri dəyişik olmalıdır. Bu 2 olacaq. Tutaq ki, bu 2 oldu. Buradan 3n 2m kvadrata bərabər olur. 2m kvadrat 3n-ə bərabər olur. Ondan sonra da artıq biz bu ifadə olmayacaq. Aparıb burada m kvadratın yerinə 3n bölü 2 yazsaq, bu ifadədə m olur 3n bölü 2 bölün çıx n bölü 3n bölü 2. Burada n'lər gedir 3 bölü 2 alınır. Burada da n'lər gedir, bu tərs çevrilir 3'də 2 alınır. Və olur 6'da 9 sıx 4 5. Cavab 6'da 5'də ama dediyim kimi bu 2 ilə n'ə fikir verin. Bunlardan biri dəyişik olmalıdır. N'in yerində 2, 2'in yerində n olmalıdır. Başqa şəkildə cavab alınmır və cavabı da 6'da 5 verdiyi üçün üzə çıxır ki,
Orada bir səhvlik var. 8-ci sual. 2x sıx y-ə 6 verib. Baxaq görək nə edə bilərik. Burada ilk deyilənə baxaq. İlk variant 2x sıx y almaq üçün. Bunu 2-yə vurdum. Yaxşı, ortaq məxrəc gətirməklə başlayaq, elmirə qulansaq. Bunların hamısını 30 məxrəcinə gətirirəm. Və ya elə bu ikisindən başlayaraq 6 məxrəcinə gətirirəm. Bunu 3-ə vuram, 6-da 3x. Bunu da 2-yə vuram, 6-da 2y üstə gəl 8. Çarpaz vursam 12y üstə gəl 48, bərabərdə 18x. Buradan alınır ki, 18x çıx 12y 48-ə bərabərdir. Burada da 2x çıx y-imiz 6-dır. Bunu həll eləyəndə mənfi 9-a vursam ikincini, ya da y aparsam daha yaxşıdır. İkincini mənfi 12-yə vurum. Alınacaq mənfi 24x üstə gəl 12y bərabərdir mənfi 72. Və mən bu iki ifadəni, bunu və bunu toplasam, 12y-lər gedir, mənfi 6x olur, mənfi 24. X olur 4. X 4-dürsə, indi bununla buna baxaq. 4 bölü 2 bərabərdir z bölü 5. Buradan da z 10 çıxır cavabımız. Doqquzuncu sual. Buradan 3a 2b-yə bərabərdir çarpaz vuranda. 5b-də 2c-yə. 2b və 5b-yə baxıram. Burada b 3-ə bölünməlidir. Burada b 2-yə bölünməlidir. b-yə birbaşa 6k deyirəm. 2 vur 6. 12 3-ə böləndə a 4k. b-yə 6k deyirəm. 5 vur 6. 30. 2-yə böləndə 15k. Yerinə qoyuram. a nədir? 4k çıx 6k. b nədir? 6k çıx 15k. Olur mənfi 2 böl mənfi 9. Yəni 2 böl 9. 13-cü sual. 13-cü sual asan sualdır. Qrafik görəndə uşaqlar çətinlik çəksə də x vur y-in 4 olduğunu deyib. Deməli, a-nı 1-ə vuranda olmalıdır 4. Çünki x-in yerində 1 var, a-nın yerində bu. a vur 1, 4. a oldu 4. Eyni şeyə burada baxıram. X-in yerində b, y-in yerində 2 var. Yəni 2-ni b-yə vuranda olmalıdır 4. b də oldu 2. b 2, a da 4. Vuranda 8. 10-cu sual. 10-cu sualda çarpaz vursam nə alınacaq Elmir? 3a 4b. a-yə nə deyim? 4k. b-yə 3k. yerinə qoyuram. 7k 14 bölü 3. K olur 14 bölü 3'ü 7'ye böləndə 2 bölü 3. A nəyə bərabərdir? 4K-ya. 4'ü də vursaq 2 bölü 3'ə olacaq 8 bölü 3. Başa düşdün? Bəli. Burada da A üstə gəl B-dir. Bizə verib ki, x 2 olanda y nədir? 7-dir. 4 olanda A-dır, B olanda 35-dir. Belə bir şey. X 2 olanda y 7-dirsə, tənasüb kimi yanaşa bilərəm. X 4 olanda A nə olacaq? Yəni y nə olacaq? O A-dır. X 2 dəfə artıbsa, y də 2 dəfə artacaq. Y olacaq 14. O həmin y A-dır. Çünki 4 olanda A olub. Bu oldu 14. Bura baxıram. 2 ilə 7-ni yenə saxladım. Deyir ki, x B olanda y 35 olub. X B olanda y 35 olub. Y 7-dən 35-ə gəlmək üçün neçə dəfə artıb? 5 dəfə. X də 5 dəfə artır, olur 10. B oldu 10, A oldu 14. Bəli. 11-ci sual. 11-ci sualda A bölü B, B bölü 4, 2C bunlar bərabərdir. A sıfırdan kiçikdir. Bax, belə eləyirəm. Ən gözəl variant bunlar sıfırdan kiçik olanda. C-yə mənfi 1 ədəd deyirəm, mənfi 1 deyirəm. 2-ni mənfi 1-ə vuranda mənfi 2, 4-ü də vursam B mənfi 8 olur. Eyni şəkildə 2-ni mənfi 1-ə vuranda mənfi 2, 5-ə də vursam A mənfi 10 olur. Çünki A da mənfi ədəd vermişdi. A mənfi 10, B mənfi 8, C mənfi 1. Deməli, ən böyük C-dir, sonra B-dir, sonra A-dır. 15-ci sual yenə qrafik sualdır. Bizə deyib ki, A2 olanda B 4-dür, B1 olanda C 5-dir. Minimum A üstə gəl, B üstə gəl, C-ni tapın. Bu əslində mənası nədir? A2 olanda B 4-dür. Deməli, B A-dan 2 dəfə böyükdür. Düzdür? Eyni şəkildə
B 1 olanda C 5'dir. Yəni C B-dən 5 dəfə böyükdür. İndi burada minimum qiymət demir. Minimum qiymət üçün burada ən balaca A-dır. A-ya 1 verərəm. A 1 olanda B nə alır? 2. B-yə 2 versəm C nə alınır? 10. 10, 2 və 1. Topladıq oldu 13. Aydındır? Aynen. 12-ci sual bayaqdan elədiyimiz sual tipidir. Ortaq məxrəcə 3A yazsam, 3AB üstəgəl 1 bərabərdir 10. Eyni şey burada da eləsəm, B məxrəcində 3AB üstəgəl 1 bərabərdir 4. Çarpaz vururam 30A 4B. Yuxarıda eyni olduğu üçün bunları bərabərləşdirdim. 2-yə bölsəm 15A 2B, A-ya deyirəm 2K, B-yə deyirəm 15K. Burada yerini qoysam A2K, K deməyim, K hərfini istifadə edib, X deyim. A2X, B 15X, bu da K böl 15. X'lər gedir, deməli K da 2'ymiş. 16-cı sual. Bizə deyir ki, bunlar hamısı K-ya bərabərdir. A üstəgəl D böl C üstəgəl D-ni tapın. Görək sənin qaydan keçəcək. Yuxarılara K, aşağılara 1 desək. K, 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 1. Yox, deyəmirəm. Çünki burada hərfləri 2 dəfə istifadə edib. Mən eyni hərfə fərqli şeylər deyəmirəm. Nə edəcəm? Bizə lazımdır A üstəgəl D. Bax, A bərabərdir. A-nı B-yə böləndə K olubsa, A, B, K-dır. A-nı yerinə B, K yazıram. D-ni olduğu kimi yazıram. C. C-nin yerinə C-ni olduğu kimi yazıram. D-nin yerinə D-ni yenə olduğu kimi yazıram. Oldu BK üstəgəldi bölünsün C üstəgəldi. İndi burada fikir verək. B-ni də C-yə böləndə K olub. Deməli B də bərabərdir CK-ya. Aparıb B-nin yerinə CK yazsam olacaq CK kvadrat üstəgəl D. C-ni də D-yə böləndə K olub. C-nin yenə də DK yazsam. Burada DK yazıram. DK üstəgəl D. Uzatdığı biraz sual, amma tapırıq. C DK-dırsa yenə bir dənə də DK yazıram. C-ni yenə bir dənə də DK yazıram. Olur DK vur K kvadrat. Yəni DK kub üstəgəl D. Böl DK üstəgəl D. D-ni çıxartsam, qalacaq D vur K kub üstəgəl 1 böl D vur K üstəgəl 1. Buradan D-lər gedir. K kub üstəgəl 1-in də düsturunu atsaq, alır K üstəgəl 1 vurulsun, K kvadrat çıx K üstəgəl 1. Yəni qalır bu ifadə. D variantı. Burada teslim edərsən. Son sual edir, sağ ol. Sağ ol.